Mən başa düşmürəm. Sizə gündə bir dənə resept verən food blogerlərdən nəyim əksikdir ki? Bu sualımın cavabını keçib rəylərdə yazan bütün batışqalarımı vıldadacağım profildən keçirəm reseptə. Deməli, bugün ciyərli bilinçik hazırlayacağam. Bilinçikin xəmirinə gedir 2 stakan un, yarım stakan su, 2 stakan süd, 1 çay qaşığı duz, 1 çay qaşığı peso, 2 yumurta və 3 qaşıq duru yağ. Mən ev əhalisinin sayına görə sizə dediyim ərzaqların 2 qatını etmişdim. Amma xahiş edirəm ki, una südü az-az əlavə edib qarışdırın ki, xəmir topaq alınmasın. Burada da çırpıcı xəmirin içinə düşdüyünə görə topal olduğumu bütün Azərbaycan Respublikasına nümayiş elətdirməkdən böyük bir qürur duyuram. Mənim kimi topal batışqalarım varsa, sizi bu Elif markasının bilincik pişirmə aparatı ilə tanış eləyəcəm. Tavaya gah yapışdırıb, gah yandırıb, gah da parça-parça edib 45 dənə bilincikdən 12 dənə normal ortalığa çıxardıb qalanını uşaqlara özünüzə yedirtməkdən bezmisinizsə, mütləq şəkildə bu bilincik aparatından alın. İnanın ki, çox sərfəli, çox asandır bunda bilincik hazırlamaq. Qeyd edeyim ki, içliyi zövqə görə hazırlaya bilərsiniz. Mən ciyərli etmişdim bu dəfə, çünki evdəkilər ciyər sevmir. Onlara ciyəri yedirtməyin yeganə üsulu bilincik idi. Soğanı yağda azca qovurub, ciyəri ət çəkən maşından keçirərək üzərinə əlavə edib bişirib duzunu, istiyotunu vurub içliyi hazırlamışdım. Bu günlük bu qədər. Razı qaldınızsa əksik tərəflərimi yazmayın ki, növbəti reseptlərlə qarşınızda olum.